BMT-dən dünya ictimaiyyətinə ciddi çağırış gəldi. Süni intellekt vasitəsilə yaradılan zərərli məzmunların uşaqlar üçün böyük risk yaratdığı bildirilir. Beynəlxalq Telekommunikasiya İttifaqı uşaqların deepfake, grooming və kiberzzorakılıq kimi təhlükəsizlərlə üz-üzə olduğunu vurğulayır. Cinayətkarların uşaqların emosional vəziyyətini analiz etmək üçün bu texnologiyadan istifadə etməsi narahatlıq yaradır. BMT özəl sektoru və dövlətlərin süni intellektin tənzimlənməsində daha məsuliyyətli olmağa çağırıb. Dünya növbəti böyük müharibənin astanasındadırmı? Serbiya prezidenti Aleksandr Vučić canlı yayımda sensasiyalı bəyanatla çıxış edib. Vučić yaxın 48 saat ərzində ABŞ-ın İrana zərbə endirəcəyini və bölgədə böyük hadisələrin baş verəcəyini gözləndiyini bildirib. Serbiya liderinin bu çıxışı yaxın şərqdə gərginliyin pik həddə çatdığının bir vaxtda beynəlxalq birjalarda və siyasi arenalarda böyük rezonans doğurub. Və ABŞ daxili siyasətində sular durulmur. Prezident Donald Trump əks-prezident Barack Obamanın həbs olunması üçün çağırış edib. Trump iddia edir ki, 2016-cı il seçkilərində onun Rusiya ilə əməkdaşlıq etməsi barədə iləri sürülən bütün ittihamlar saxtadır və buna görə də əvvəlki administrasiya hüquqi məsuliyyət daşımalıdır. Ağ Evdən gələn bu sərt bəyanat ABŞ-da demokratlar və respublikaçılar arasında qarşı durmanı yeni müstəviyə daşıyıb.